Elçiməm, xoş gördük. Xoş gördük, Tural. Təxminən 2 həftəlik fasilədən sonra yenidən sizinlə həmsöhbət olmağın məmnunluğunu yaşayırıq. Yola saldığımız günlərdə, həftələrdə ölkəmizdə və bölgəmizdə həm xoş, həm də naxoş hadisələr yaşandı. Biz bu dəfə ənənəvi olaraq oxucularımızın istəyi üzrə və oxucularımızı ən çox düşündürən suallarla sizin qarşınızdayıq. Məlumatınız olduğu kimi, ötən müddətdə Azərbaycanda 2-3 sutkalıq yağış yağdı və Bakı və Abşeron yarımadasında çox ciddi fəsadların şahidi olduq. Bakı və Abşeron yarımadası sizcə həddindən artıq yüklənməyibmi? Ya yeni bir şey söylemeyeceğim ama haddinden artık yüklenip, çünkü Azerbaycan'ın belki de ahalisinin az qala yarısı Abşeron ərazisindedir. Abşeron yarımadası ve Bakıdadır. İnsanlar adeten iş yeri, belə deyək, yaxşı məişət və həyat şəraiti olan yerlərə axın edirlər. Urbanizasiya prosesi də var. Bu urbanizasiya prosesi obyektiv bir şeydir. Bayaq söylədiyim səbəblər də obyektivdir. Bu mənada ki, bütün dünyada ümumiyyətlə şəhər sakinlərinin sayı, belə deyək, rayon ərazisi yaxud kənd əhalisinin sayından daha çoxdur. Azərbaycanda indi Bakıdan başqa Gəncə kimi bizim qədim gözəl Gəncəmiz var. Bir sıra digər şəhərlərimiz var indi. Sumqayıt az qala Bakıya bitişir. Nə bilim, Mingəçevirimiz var, çoxdur yəni. Bunların indi bir adları çəkmək istəmirəm. Sonra işğaldan azad olunan ərazilərimiz var, orada intensiv tikintilər gedir. Qaçqın və məcburi köçkünlər öz dədə-baba yurtlarına yavaş-yavaş qayıdırlar, mərhələ-mərhələ. Daha sonra universitetlərin, təhsil ocaqlarının, xüsusən də ali məktəblərin Bakı mərkəzindən, Bakının ərazisindən nisbətən qıraqlara köçürülməsi təklifləri də var və yavaş-yavaş da bu işlər həyata keçirilir. Amma bütün bunlarla yanaşı Bakı doğrudan da boğulur. Boğulur nə mənada? Yəni qıraqdan heç kim gəlib boğmur bizi. Sadəcə olaraq əhalinin həddindən artıq çox olması, tıxacların günü-gündən daha da sıxlaşması və insanların iş yerinə gedib gəlməyi, evə çatmağı təsəvvür eləyin. Nə bilim, ən azı bəzi hallarda bir 2-3 saat insanlar vaxt itirir. Bunun özü həm əsəbilikdir, həm stressdir. Mən demirəm ki, bu yalnız Bakıda baş verir. Dünyanın bütün digər yerlərində də belə hadisələr var, məqamlar var. Amma hərə müəyyən mənada və müəyyən üsullarla bunun qarşısını almağa çalışır. Bəzi yerlərdə alınır, bəzi yerlərdə o qədər də alınmır. O ki, qaldı indi yağışa, təbii hadisədir, təbii fəlakətdir. Nadir hallarda baş verir, yaxşıdır ki, nadir hallarda baş verir bizdə. Yoxsa maşınlarla yanaşı gərək hər evdə bir qayıq da saxlayaydıq. Bu da nədən irəli gəlir? Çünki Sovet devrindən şəhər salmada və şəhər planlaşdırılmasında müəyyən, belə deyək, standartlar olub. Bakının əhalisi maksimum milyon yarım hesablanıbsa, indi Bakının əhalisi
ən azından bir 3-4 milyona yaxındır. Yəni qeyri-rəsmi məlumatlara görə Abşeron'u da bura salsaq, Sumqayıtı da daxil eləsək, həddindən artıq çoxdur və əsas da belə deyək, kanalizasiya sistemi və yağış sularının axıdılması üçün kollektorlar var. Kollektorlarımızın hamısını məhv eləmişik, ya onlar mövcuddur, demək, su yığılmalı olan yerlərə o qədər zirzibil dolur ki, günahkarı da biz əhalinin özüyük. Çünki biz hara gəldi, zibilləri atırıq. Düzdür, son zamanlar nisbətən belə deyək, normallaşmaya doğru gedir, amma hər halda çox yerdə şahid oluruq ki, gedir nəyisə yedi, yaxud sigaret kutusu qutardı, vızılladır küçüyə, yaxud maşınla gedir, sigareti atır, başqa, nə bilim, torbaları atır. Hətta mənim yadıma gəlir, bir dəfə deyəsən yazmışdım da, bizim qohumlardan birinin nəvəsi hardasa Bakı bağları tərəfdə, özdə yaşıllıq olmayan vaxt, boz aylarda babasına uşaq deyir ki, hə baba, mən başa düşdüm ki, bəs bu torbalar, selofan torbalar hardan əmələ gəlir? Bu da kişi maraqlanır ki, baba, hardan əmələ gəlir? Deyir, onlar ağaclarda bitirlər. Çünki bu torbaları o qədər işlədib atırlar qırağa ki, balaca Bakıda küləkli yerdir. Külək qalxan kimi bütün bu torbalar göylərdədir. Yəni, burada həm təbii, obyektiv məqamlar var, həm bizim məmurların bir işin qulpundan yapışmaq istəməməyidir. Digər tərəfdən onların işi görə bilməməkləridir, kvalifikasiyalarının çatmamağıdır, beyinləri ancaq ciblərini doldurmaq istiqamətində işləməyidir. Və eyni zamanda elə bizim özümüzdə də var, əhalinin özündə də var. Məsələn, mən indi belə deyək, şəhər mərkəzindən qıraqda yaşayıram, ömür boyu şəhərin mərkəzində olmuşam, amma indi sakitlik istəyirəm, Mərdəkan, Şuvalan tərəfdəyəm. Dənizin nisbətən rahat yerlərinə, dəniz sahilinə çıxırsan, biraz görürsən ki, nəsə indi yaşıllaşır, ətraf, hardasa quşların səsi gəlir, ürəyin biraz açılır, amma 2 addım təpəliyin arxasına baxırsan ki, zirzibillə doludur. Kim eləyir bunu? Biz eləyirik. Yəni, məmur yaxud bələdiyyənin vəzifəsidir oraları təmizləsin. Eyni zamanda da biz vətəndaş olaraq oranı zibilləməməliyik. Baxın da, hara gedirsən, nə bilim, şüşə qabların qırıntıları, məişət tullantıları, kim harada əlinə nə gəldi, atır. Düz indi müəyyən yerlərdə xüsusi qablar qoyulubdur, zibil qablarını nəzərdə tuturam. Hətta onların çeşidlənməyi də mümkündür, amma hələ beynimizə tamam çatmır. Dəniz qırağına gedib hardasa, belə deyək, piknik eləyirlərsə, yedi, içdi cəmaat o bütün zirzibili oradaca atır, qoyur, gedir. Və sonra sabah özü gəlir və deyir, buna baxın, bura niyə zibili oldu? Ona görə zibili oldu ki, hərə özünə cavabdeh olmalıdır, zibili tullama. Yəni, bu hələlik bu qədər. Təbii fəlakət prosesi dövründə hər kəs günahkar axtarışına çıxdı. Kimi yol çəkilişlə məsul qurumu günahkar çıxardı, kimi su və kanalizasiya sisteminə məsul qurumu, kimiləri icra hakimiyyətlərini və s. Qarşı tərəfdə yağışı günahkar çıxardı. Baxmayaraq ki, Təybətin rəhmi gəldi, 3 gün, 30 gün olmadı. Amma bizim məqsədimiz günahkar axtarışı deyil. Biz
çörək dalınca Bakı üz tutmuş Qusardan olan oxucumuzun, Tovuzdan olan oxucumuzun, Zərdabdan olan oxucumuzun dilindən hökumətə sual vermək istəyirik və sizin münasibətinizi bilmək istəyirik. Bakı Abşeronu boşaltmaq üçün bizi kəndimizə qaytarmaq barədə nə düşünürsünüz? Kəndimizə qaytarmaq deyəndə onu demək, yaşayış məntəqəsi kimi də qəbul eləyə bilirik. Həm də indi bizim Anadolu türklərinin dilində özünə qayıtmaq məsələsi var. Çox belə kalambur olsa da çox maraqlı bir kalambur oldu. Yəni mənası elə ikisi də eyniləşir. Sözün doğrusu mən neçə illər bundan əvvəl Avstriyada, ondan əvvəl də olmuşdum. Avstriyaya gedib gələndən sonra demək bir yazı yazmışdım. Yəni dəfələrlə söyləmişəm, amma yeri gəldikcə yenə də söyləmək istəyirəm. Avstriyanın ərazisi Azərbaycanın təxminən ərazisi qədərdir. Əhalisi bizdən 1 milyon bəlkə az ola, yaxud elə təxminən bizdən eynidir. Və Avstriyanın bir başından o başına iki məşhur şəhər vardı. Bir paytaxtı Viyanadır. Bir də Zalzburg deyə muzey kimi gözəl bir, həddindən artıq çox gözəl bir şəhərdir. Orada olanda axşam Viyanada görüşümüz var idi. Amma bütün günü boş idi. Viyananı gəzib dolaşmışdıq. Zalzburgu görmək istədim. Mindik qatara 2 saat 30 dəqiqəyə 415 kilometr yolu getdik. Çatdıq Zalzburga. Bütün günü gəzdik və geri qaydanda da İsveçrədən gələn qatar idi. Bern-Viyana qatarı idi. O daha tez gəldi. Yəni dayanacaqları az idi. 2 saat 15 dəqiqəyə gəldik, çatdıq. Yəni bir gün ərzində 415 kilometri bir ora getdim, bir bura gəldim. Və demək, burada da təsəvvür eləyin ki, bu yaxınlarda adətən maşınla gedirəm. Biraz maşınla gedəndə özümü daha azad və sərbəst hiss eləyirəm. Bu mənada ki, nə bilim, istədiyim yerdə maşını saxlaya bilirəm, yaxud keyfim istədi, hansısa bir çığıra burulmaq istədim, yenə burulub gedə bilirəm, amma dəmir yolu elədir ki, mindin onun istiqaməti, marşrutu birdir. Mən məsələn qatarla Qazağa gedəsi oldum. Bizim tıxacları nəzərə alsaq, mən gəlib 2 saat demək evdən Şuvalanda qalıram, bilinsin. Bizim Vazalacan təxminən 2 saat vaxt sərf elədim. Orada təbii indi bir 20 dəqiqə falan orada qatar tərpənəcən vaxt sərf olundu. Qazağa 459 kilometrdir, səhv eləmirəmsə. Hər halda avtomobil yolu elədi. 5 saat 35 dəqiqə. Və oradan da istədiyim məntəqəyə, kəndə bir saatda oradan yol. Nə qədər elədi? 2, 5, 35, 7 yarım oradan, 8 saat yarım. Yəni mən avtomobillə gəlsəm, elə bundan daha tez gələcəkdim. Bu bir. Hə, düzdür, yorğunluq var. Deyəcəklər, benzin pulu var. Bəli, benzin pulu var. Arada bir dayanıb çörək deyirsən. Onun da pulu var, amma eyni zamanda indi siz qatardan bəlkə məndən daha çox istifadə edirsiniz. Qatarın bilet qiyməti də çox bahadır. Mən benzini ora verdiyim pulun yarısı qədər pul xərcləyirəm. Və nəyə görə danışıram bunu? Tutalım, hansısa bir adam Qazaxda mı, Tovuzda mı, nə bilim, Mingəçevirdə mi, hardasa, Ovlaqda mı? Yevlağa Ovlaq deyirəm, çünki Yevlaq deyil, Ovlaq əslində o. Hə, ora oralıdır. Tutalım, həmin yerdə
özünə uyğun iş tapa bilməyib. Mən məsələn Şüvalandan Bakıya iş yerimə, Yasamala çatanacan ən azından saat yarım vaxt sərf eləyirəm. Ovlaqdan bura gələcəksə, bu adam niyə elə bir qatara minər, bir saata gəlib çıxar. Yəni səhər çıxır, bir saat vaxt sərf eləyir, gəlir Bakıya, Bakıda işləyir, 6-da da bir saata yenə qatarına minir, qayıdır. Və burada bir şey var, indi bizim qatarlar sutkada ən yaxşı halda 2 dəfə, indi bayram günündə 3 dəfə gedir. Avstriyada hər yarım saat 40 dəqiqədən bir işləyir qatarlar. Özdə gürültü ilə. Düzdür, Viyanada da belə deyək, tıxaclar ola bilir, amma ancaq həftə sonu. Cəmaət şəhərdən çıxıb, harasa dincəlməyə gedəndə. Belə günlərdə, yəni bizim tıxaclarla heç cür müqayisəyə gəlmir. Və söylədiyim nədir? Yaxud da adam Qazaxda yaşayır, orada işləyir, amma eşidir ki, Monserrat Caballé gəlib bizim opera balet teatrında konsert verir. Konsertə nə tərsə bilet tapır və demək, həftə sonu bu adam minir qatara 5 saat 35 dəqiqə yox, 2 saat yarım ərzində gəlir, çatır Bakıya, gedir konsertinə baxır, qulaq asır. Hə, olsun konsert axşamdır. Bir gecə də qalır, ertə minir, qayıdır Qazaxa və bazar ertəsi də çıxır işə. Yəni, asanlaşdırmağın yolunun biri də kommunikasiyaların, bu şəbəkənin, dəmir yolu şəbəkələrinin genişləndirilməsi və sürət qatarlarının intervalının gediş-gəlişinin arasının azaldılmağı və sürətinin artırılmağı. Mən məsələn, axırıncı dəfə qatarla Qazaxa gedəndə Ləki tərəfdə, yəni bu da Azərbaycanın gerçəkliyidir. Sürət qatarı yola çıxan bir çaqqalı vurdu. Nə bilim, fövqəladə şəkildə qatarı saxladılar, sonra araşdırma oldu, nə oldu, nə mənə oldu, sonra bilindi ki, çaqqal imiş, hardansa yazıq heyvan qaçıb, gəlib dəmir yolunun üstünə çıxıb. Heyvan dəmir yolunun üstünə çıxmamalıdır. Ələl-xüsus da əgər bu sürət qatarıdırsa. Yəni, bütün bunlar xırda-xırdalıqlardır, yığılır və nəticəsi bu olur. Biz indi, bir şey də var, indi dəmir yolu mütəxəssisləri səhvimi düzəltsinlər, səhv deyirəmsə. Qatar sürətli olsa belə, bizim xəttlərin özü ona çox yüksək sürətlə getməyə imkan vermir. Yəni, keyfiyyəti o qədər yaxşı deyil. Yəni, sürətlə gedəndə başqa təhlükələr ortaya çıxa bilər. Yəni, çox şey var və əsas da budur ki, ölkədə kommunikasiyalar, böyük şəbəkə qurulmalıdır. Mən onda Avstriyada olanda mənim bir jurnalist həmkarım var, onu bir 30 ildən çoxdur tanıyırdım. Ondan soruşdum, o Avstriyadakı dəmir yolu şəbəkəsindən böyük bir kitab da yazmışdı. Dedim ki, bəs nə tərdir, bəs bizdə də quraq necə olar? Dedi, yox, yəni biz bunu bir 15-20 ilə qurmuşuq. Yəni qurmaq mümkündür. Orada da birdən-birə göydən yeri gəlməyib, düşməyib yəni. Elçin müəllim, siz xeyli dərəcədə düşündürücü nəqliyyat, kommunikasiya probleminə toxundunuz. Bir də işin digər tərəfi var. Deyək ki, bayaq sadaladığımız bölgənin insanı Bakıda yox, niyə öz bölgəsində iş tapmasın? Niyə Bakıya gəlmək məcburiyyətində qalmasın? Məsələn, bu arada misal olaraq İrandakı müharibə
bir müddətlik neftin qiymətini fantastik həddə çatdırdı və Azərbaycan büdcəsinə oradan əlavə xeyli gəlir gəldi. Məsələn, həmin o gəliri regionlardakı iş yerlərinə, istehsal müəssisələrinin açılmasına yönəltmək olmazmı ki, həmin o Qusarlımız, Tovuzlumuz, Zərdablımız, Lənkəranlımız elə öz bölgəsində qalsın, işləsin və gəlib Bakı, Abşeron yarımadasında biraz kobud dildə olsa da deyəcəm, əlavə yükə çevrilməsin. Yox, aydın məsələ, bundan ötürü indi söhbət İrandakı müharibədən yaxud neftin qiymətinin qalxıb, bahalaşıb, yaxud ucuzlaşmağından başqa, indi büdcəyə salınan müəyyən bir qiymət var, neft barelinin qiyməti. Ona uyğun şəkildə hər il indi parlamentdə dövlət büdcəsi formalaşdırılır, qəbul edilir və buna uyğun xərclərimiz də olur. Daha sonra bizim neft fondumuz var, prezidentin əlavə öz fondu var. Yəni pul nöqteyi nəzərindən əgər düzgün belə deyək, bunları paylaşa bilsək, yerlərdə müəssisələr qurulmalıdır. Yerlərdə müəssisələr açılmalıdır və məsələn belə yenə də Avstriyanı deyirəm, çünki miqyasca Azərbaycana çox yaxın olan bir ölkədir. Avstriyanın təxminən 8 ölkə ilə sərhədi var. Düz orada Avropa Birliyidir, yəni gömrük, nə bilim, sərhəd yoxlamaları tam başqa səviyyədədir, yəni yoxdur. Və yük avtomobilləri, o avtoban deyirlər onlar, o highwaylərdə, böyük şose yollarında gələndə hərəsinin maşının üstündə özünün, belə deyək, balaca qurğu var, çip kimi. Ora məbləğ doldurulur, yəni o bank kartları kimi. Və xüsusi bizdə indi o sürət həddini göstərən tablolar və radarlar var. 120 km/saatda sürətlə yük maşını gəlir və həmin o radar, yəni o pul oxuyan radar, həmin o cihazdan lazım olan torpaq bastı, belə deyək, pulunu çıxır. Avtomobil nə dayanır, nə bir şey eləyir, vaxt itkisi yox, zaman itkisi yox və eyni zamanda hansısa, düz indi Avropalılarının biraz düşüncə tərzi başqadır. İçində əgər hansısa bir mal varsa, onu yoxlamaq lazımdırsa, indi 120 km olmasın, maşın durmadan skan eləyir, içində nə var və gedir. Yəni, Azərbaycan indi elə İrandakı müharibənin nəticəsində də artıq orta dəhliz deyilənin, o dəhlizin keçmiş, belə deyək, İpək yolunun əhəmiyyəti artır və həmin marşrutla gələn yüklərin, yük daşımalar da artır. Və Azərbaycan Cənubi Qafqazda ondan sonra bölüşdürülə bilir. Gürcüstan vasitəsindən indi gələcəkdə sağlıq olsun, Ermənistan üstündən də Gürcüstanın dərin pulu dəniz limanlarına da ötürülür, oradan Avropaya çıxarıla bilir və yaxud da Bakı-Tiflis-Qars dəmir yolunun da əhəmiyyəti artır və yaxud da oradan da Avropaya yük daşımaların miqdarı artır. Bunu nəzərə alaraq biz həm bu tranzitdən pul qazana bilərik, həm də siz dediyiniz kimi o pulları əgər doğru düzgün planlaşdırıb xərcləsə, indi düzdür, diqqətin hamısı Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldilib. Eyni zamanda biz unutmamalıyıq ki, Qarabağdan başqa digər bölgələrimiz də var və əgər Qarabağı biz müasir bir səviyyəli regiona və ağıllı şəhərlərlə dolu bir yerə çeviririksə, digər yerlərimiz az qala daş devrində qalır. İndi təbii dırnaq arasında deyirəm.
Yəni Qarabağdan başqa bölgələr də var. Bunu unutmamalıyıq. Və ona görə mən belə düşünürəm ki, həm də bir şey vardı, indi o pulları dağıtmasalar, büdcəni dağıtmasalar daha yaxşı olar təbii. Çünki necə deyim sizə, o qədər fərsiz məmur zümrəsi və çapqınçı məmur zümrəsi yaranıb ki, insanların insana olan inamını öldürmək səviyyəsinə çatmışıq. Yəni bütün bunlar nəzərə alınmalıdır. Yəni söhbət tək ondan getmir ki, 2 gün yağış yağdı, nə bilim, su dizə çıxdı, bəli, biabırçılıqdır. Amma Dağıstanda lap pis olub, orada bənd uçub. Bənd niyə uçub? Orada da bəndin görünür, o daşlarına sement qoymayıblar, oğurlayıblar. Belə şeylər çoxdur. Yəni bunların qarşısını almaq lazımdır. Və ümumən bütün cəmiyyət və vətəndaş cəmiyyəti də biz də vətəndaş olaraq öz hərəkətlərimizə və görəcəyimiz işlərə fikir verməliyik. Haqqımızı da tələb eləməliyik insan kimi. Ümid eləyək ki, gözləntilərimiz üzərinə bölgələrimizin inkişafı, yaşamı daha da yaxşılaşacaq və biz bölgələrimiz haqqında danışanda daha müsbət notlar üzərində söhbətimizi quracağıq. Vaxt və diqqət ayırdığınız üçün çox sağ olun. Təşəkkür edirəm mən də. Ümidimizi itirməyək və özümüzə də nəzarət eləməyi bacaraq ki, ümumi məişət mədəniyyətimizin səviyyəsini artıraq. Sağ olun, təşəkkür edirəm.